Salam dostlar, MHM Tədris Mərkəzinin Riyaziyyat test toplusunun yeni nəşrindən bir məhsullu tənliklər və məsələlər mövzusunun 7-ci testinin suallarına baxaq. Birinci sualda deyilir ki, verilmiş kvadrat tənliyin kökləri x1 və x2-dir. Dərhal yazırıq. ax kvadratı üstə gələk 3a vuraq x, üstə gələk a çıxaq 2 bərabərdir 0. Əgər tənliyin kökləri x1 və x2 şəklində verilirsə, bu bizə deyir ki, biz birbaşa Viet teoremini tətbiq eləməliyik. Bəs Viet teoremi hansı tənliklər üçün doğruydu? Müəllim, çevrilmiş kvadrat tənliklər üçün Viet teoremi yazıla bilər. Yazılmalıdır. Baxırıq ki, verilmiş kvadrat tənlik çevrilmiş kvadrat tənlik deyil. Yəni biz x-in kvadratının əmsalını 1 eləməliyik. Bunun üçün tənliyi deməli tənliyin hər iki tərəfini a-ya bölürük. Onda alırıq x kvadratı üstə gələk 3x, üstə gələk a çıxaq 2 bölək a bərabərdir 0. Beləliklə, Viet teoremini tətbiq eləsək, x1 üstə gələk x2 bərabərdir -3 olar. x1 vuraq x2 isə a çıxaq 2 bölünsün a-ya bərabər olar. Və ikinci şərtə baxaq. Məsələnin şərtində deyilir ki, 2x1 kvadratı üstə gələk 3x1 vur x2 üstə gələk x2-nin kvadratı bərabərdir 12 olarsa. Dərhal, bax, verilmiş bu kvadrat üçhədlini vuruqlara ayıraq. 2x1 üstə gələk x2 vuraq x1 üstə gələk x2 bərabərdir 12 şəklində. Onda 2x1 üstə gələk x2-ni biz olduğu kimi saxlayırıq. 2x1 üstə gələk x2 olduğu kimi qalır. x1 üstə gələk x2 nəyə bərabərdir? x1 üstə gələk x2 bizdə -3-ə bərabərdir. -3 bərabərdir 12 alarıq. Beləliklə 2x1 üstə gələk x2 bərabərdir -4 olar. Bəs bunu nə cür həll edə bilərik? 2x1-i biz x1 üstə gələk x1 şəklində yaza bilərik. Üstə gələk x2 bərabərdir -4. Yenə x1 üstə gələk x2 deyilən belə bir hədd aldıq. Cəm aldıq, o bizdə -3-dür. Onda x1 üstə gələk -3 bərabərdir -4-dən x1-i tapsaq -1 almış olarıq. x1 ilə x2-nin cəmi -3-ə bərabər olduğundan biz x2 üçün -2 cavabını taparıq. Bəs kökləri hasili, yəni -1 vuraq -2 nəyə bərabərdir? A çıxaq 2 bölünsün a-ya. Buradan a çıxaq 2 bərabərdir 2a və a üçün biz -2 cavabını tapmış olarıq. Yəni doğru cavab B bəndi. İndi isə gəlin ikinci suala baxaq. İkinci sualda deyilir ki, A-nın hansı qiymətlərində verilmiş bu tənliyin yeganə kökü var? Dərhal biz tənliyi yazaq. Tənliyimiz bir dəyişənli, xətti tənlikdir. Və biz bilirik ki, tənliyi həll etmək üçün, tənliyin həlli dedikdə, kökü dedikdə biz oradan x-i tapmalıyıq. Ona görə mötərizəni vurub açaq. 2ax çıxaq 12 çıxaq 25 bərabərdir 7x çıxaq 3 və 7x-i bərabərliyin soluna -12 çıxaq 25 bu eləyir -37, -37-ni isə bərabərliyin sağına keçirək. Belə olan halda 2ax çıxaq 7x bərabərdir -3 üstə gələk 37 alarıq. X-i ortaq vurub çıxartsaq 2a çıxılsın 7 bərabərdir 34 alırıq. Və x bərabərdir 34 bölünsün 2a çıxaq 7 cavabını tapmış olarıq. İndi x-in qüvvəti 1 olduğuna görə bu birinci dərəcəli xətti tənlikdir. Deməli bu tənliyin bir kökü olur. Bəs kök nə ola bilər? Biz a-ya müxtəlif qiymətlər verməklə hər dəfə x-ə bir qiymət ala bilərik. Bəs tənliyin kökü nə zaman olmazı biz nə zaman olmaz deyilə bir sual verək özümüzə. Onda baxırıq ki, 2a çıxaq 7 bərabərdir 0 olsa əgər, onda bu tənliyin kökü olmaz. Ona görə biz deyirik ki, məxrəcin 0-dan fərqli bütün qiymətlərində x-ə hər dəfə biz bir qiymət alırıq. Yəni bir dənə yeganə kök alırıq. Deməli, məxrəc 0-a bərabər olmamalıdır ki, biz tənliyə yeganə kök ala bilək. Beləliklə 2a fərqlidir 7 alırıq və buradan da a fərqlidir 3,5 cavabı çıxar. İndi isə gəlin üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, verilmiş tənliyin həllər çoxluğunu tapın. Dərhal yazırıq. X çıxaq 1, modulda x çıxaq 1, üstə gələk modulda x çıxaq 2 bərabərdir 1. Yəni biz nə eləyək? Modulda x çıxaq 1-i tapaq. Buradan alırıq 1 çıxaq, modulda x çıxılsın 2. Biz bilirik ki, modul tənlikdə
Bir dəfə olduğu kimi götürürük, bir dəfə də mənfisindən. Onda yazarıq. X çıxaq 1, yəni olduğu kimi götürdüm, bərabərdir. 1 çıxaq modulda x çıxaq 2 və bir dəfə də x çıxaq 1-in mənfi olduğu hal üçün moduldan çıxarsaq 1 çıxaq x yazaq. 1 çıxaq x bərabərdir. 1 çıxılsın modulda x çıxaq 2. İndi bu tənliyi həll etmək lazımdır. Neyinirik? Birinci tənlikdə 1-i keçirdirik bərabərliyin soluna. Beləliklə 1 sola keçdikdə -1, -1 də burada -2. Oldu x çıxaq 2 bərabərdir. -x çıxılsın 2-nin modulu. Bir də baxın 1'ləri buradan islah aparsaq yerdə qalır nə? -x bərabərdir mənfi modulda x çıxılsın 2. İndi baxın. Bu tənliyin, yəni birinci tənliyin yalnız bircə x-in 1 qiymətində mənası var. Əgər biz x-ə 2 qiymətini versək, bərabərliyin sol və sağ tərəfində 0 alar. Amma 2-dən başqa x-ə verilən bütün qiymətlərdə ifadə mənasız olur. Məsələn, siz x-ə 3 versəz, 3-dən 2 çıxarsınız, 1 alarsınız. Amma modulun içərisində 1 eləsə belə modulun qarşısındakı mənfi işarəsi -1 edir. Onu -1-ə çevirir. Deməli 1 -1-ə bərabər deyil. Mənfi qiymətini qoysaq yenə eyni prosesdən biz rastlaşarıq. Məsələn biz x-in yerinə -1 qoysaq, -1 çıx 2 neçə edir bizdə? -3. Burada da -1 çıx 2 elədi, -3. İndi burada mənfi sonsuzluq hissəsi yoxdur da. Yəni biz mənfi aralığı burada yoxdur. Bizdə ancaq müsbət aralığı verir. Həm də ki belə deyək də, biz məsələn -3 qiymətini qoysaq belə, bu hissədə məsələn tənliyin özünə aparıb qoyaq, məsələn -1 qoyaq məsələn və yaxud da ki -3 qoyaq. Məsələn tənliyin özündə yerinə qoysaq, -1-dən 1 çıxanda -2 onun modulu müsbət 2 eləyir. -1-dən 2 çıxdıqda -3 eləyir, modulu müsbət 3. 2-nin də üstə 3 gələndə bu 1-ə bərabər ola bilməz. Ona görə ancaq və ancaq x-in 2 qiymətində bu bərabərlik doğrudur. Burada isə baxın, mənfiləri biz atsaq hər iki tərəfdən, onda x bərabərdir, modulda x çıxılsın 2 bərabərliyini almış olarıq. Buradan hansı cavab çıxar? Bir dəfə olduğu kimi götürürük, x bərabərdir, x çıxaq 2. Burada nə alırıq? 0 vuraq x bərabərdir, -2. Belə bir bərabərlik doğru deyil. Deməli, həlli yoxdur. Bir dəfə də -x bərabərdir, x çıxaq 2. Buradan da 2x bərabərdir 2 və x bərabərdir 1 almış olarıq. Deməli, bizim tənliyimizin həlli 1-2 parçası aralığındakı bütün deməli ədədlər olar. İndi 4-cü suala baxaq. 4-cü sualda deyilir ki, m parametrin hansı qiymətlərində verilmiş bu tənliyin həlli var. Gəlin indi baxaq. 4-cü tənliyi birinci yazaq. 3m bölünsün. M üstə gələk 1 vurulsun x çıxılsın 4 bərabərdir 2. İndi tənliyin həlli dedikdə biz x-ə ala biləcəyimiz qiyməti nəzərdə tuturuq. Əgər biz m-in yerinə -1 qoysaq, onda x-in əmsalı 0 olar. Yəni 0-ı da x-ə vuranda 0 olar. Beləliklə tənlik x-dən asılı olmaz. Belə tənliyin onda həllini biz nə cür tapaq? Ona görə deyirik ki, şərt kimi m -1-ə bərabər ola bilməz. Artıq biz bunu bilək. Sonra biz burada m-ə nə verə bilməliyik? M-ə 0 verə bilməliyik. Əgər biz m-ə 0 versək, kəsirin sürəti 0 eləyir. Məxrəcdə isə alırsınız x çıxaq 4. 0-ı x çıxaq 4-ə böləndə 2 ala bilməzsiniz. Deməli, m 0-dan nə olmalıdır? Fərqli olmalıdır. Onda bizim cavabımız olar. Mənfi sonsuzda -1-ə kimi nə verirsən ver. Birləşməsi -1-dən 0-a kimi və birləşməsi 0-dan müsbət sonsuzluğa kimi. Yəni, bu bizim artıq tənliyimizin həlli olar. 5-ci suala baxaq. 5-ci sualda deyilir ki, A parametrinin hansı qiymətlərində bu tənliyin sonsuz sayda həlli var. Dərhal yazırıq. X çıxaq 1 vurulsun A kvadratı, üstə gələk 6 bərabərdir 4x çıxaq A. Buradan A vurulsun x kvadratı çıxaq A kvadratı, üstə gələk A bərabərdir 4x çıxaq A. Buradan ax kvadratı çıxaq 4x, yəni 4x-i bərabərliyin soluna atıram. Bərabərdir. -a kvadratı üstə gələk 6-nı isə bərabərliyin sağına atıram. Olur a kvadratı çıx a çıxaq 6. Buradan x-i, başlayın burada a-nın kvadratı olmalıydı. Hə. Buradan biz x-i, buradan başlayın, burada x-i biz ortaq vuruq çıxartsaq a kvadratı, onda mötərizəntində qalar a kvadratı çıx 4 vur x bərabərdir. Sağ tərəfində isə a kvadratı çıxaq a çıxaq 6. A kvadratı çıxaq 4'ü vuruqlara ayırsaq a çıxaq 2 vuraq a üstə gələk 2 vuraq x bərabərdir. Sağ tərəfi isə vuruqlara ayırsaq a çıxaq 3 vuraq a üstə gələk 2.
İndi nə zaman xətti tənliyin sonsuz sayda həlli olurdu? Əgər tənliyimiz, xətti tənliyimiz 0 vuraq x bərabərdir 0 şəklində olarsa, onda bu tənliyin sonsuz sayda həlli olur. Niyə? Çünki x-in yerinə nə verməyinizdən asılı olmayaraq onu 0-a vuranda siz 0 alırsınız. Ona görə deyirik ki, baxırıq. Biz elə bir deməli ortaq vuruq axtarmalıyıq ki, bərabərin sol və sağ tərəfini 0-a çevirsin. Baxırıq ki, hər ikisində ortaq olan vuruq a üstə gəl 2-dir. Deməli onda deyirik ki, a üstə gələ 2 0-a bərabər olmalıdır ki, siz 0 vuraq x şəklində 0 bərabər 0 şəklində bir tənlik alasınız. Beləliklə siz a üçün -2 cavabını tapmış olarsınız. Deməli, a-nın -2 qiymətində bu tənliyin sonsuz sayda həlli var. İndi isə 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, m parametrinin hansı qiymətində verilmiş bu tənliyin həlli yoxdur. Biz dərhal baxırıq ki, tənliyimiz yenə də bir xətti tənlikdir və biz tənliyi həll edərkən x-i tapmalıyıq. X-ə cavab tapmalıyıq. Ona görə çarpaz şəkildə vuraq. Olur mx çıxaq deməli 3m bərabərdir 2x üstə gəl 5. Buradan mx çıxılsın 2x bərabərdir 3m üstə gələk 5. Buradan x-i ortaq vuruq çıxartsaq sol tərəfdə olur m çıxaq 2 vurulsun x bərabərdir 3m üstə gəl 5. Və mən buradan x-i tapdıqda 3m üstə gələk 5 bölünsün, m çıxılsın 2 alaram. Əgər tənliyin həllinin olmadığı halı biz tapmaq istəyiriksə də, biz deyirik ki, x o zaman qiymət ala bilməz ki, əgər bizi verilmiş bu kəsirin məxrəci 0 olsun. Deməli, m bərabərdir 2 olduqda bu tənliyin həlli olmur. İndi isə 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, n sayda qız olan qrupun orta yaşı x-dir. Deməli, onda biz fikirləşirik ki, qrupdakı qızların yaşlarının cəmi nəyə bərabərdir? N vurulsun x-ə. Qrupda orta yaşı 3x olan 2n sayda oğlan da, qrupa orta yaşı 3x olan 2n sayda oğlan da qoşularsa, onda oğlanların ümumi yaşı nə qədər olar? 3x vurulsun 2n-ə. Və bunlar qrupa qoşuldular və qrupdakı ümumi yaşların cəmi, uşaqların yaşlarının ümumi cəmi bu şəkildə təyin olundu. Və bizdən soruşur ki, qrupun orta yaşı 21-ə bərabər olar. Yəni, bölək qrupdakı ümumi uşaqların sayına, orada n sayda qız idi və 2n sayda oğlan gəldi və cavab 21 eləməlidir. Sürətə baxsaq, 7nx məxrəcdə 3n bərabərdir 21. Baxın, buradan indi n-ləri ixtisar aparsaq, yerdə qalır 7x bərabərdir 21 vur 3, buradan da x-ə biz 9 alarıq. Buna əsasən x-i tapın, x-in qiyməti 9-a bərabərdir. 8-ci suala baxaq. 8-ci sualda deyilir ki, m və n parametrləri üçün aşağıdakılardan hansı olduqda mx kvadratı üstə gələk 27 bərabərdir. N kubu çıxaq 4x-in kvadratı. Biz nə edirik? Tənliyi həll eləmək üçün biz hökmən x-ləri bərabərin sol tərəfinə yığaq və sərbəst hədləri, yəni x-dən asılı olmayan hədləri isə bərabərin sağ tərəfində toplayaq. Beləliklə, mx kvadratı üstə gələk 4x kvadratı bərabərdir. N kubu çıxaq 27. Əgər biz x kvadratını ortaq vuruq çıxartsaq, mötərəzəmsində qalar. M üstə gələk 4 bərabərdir. N kubu çıxaq 27-ni də kublar fərqi şəklində aça bilərik. Bu şəkildə biz bunu açdıq. İndi deyir ki, mütləq həlli yoxdur. Mütləq həllinin olmaması üçün deməli, bərabərin sol tərəfi, yəni x kvadratının əmsalı hökmən 0-a bərabər olmalıdır. Bunun üçün m-ə biz -4 verməliyik. Amma sağ tərəf 0-dan fərqli olmalıdır. Məsələn, siz belə bir şey tənlik almalısınız. 0 vuraq x kvadratı bərabərdir, məsələn, neçə? 5. Bu tənliyi həll eləmək mümkün deyil axı. Ona görə deyir ki, mütləq həlli yoxdur. Bu deməkdir ki, yəni həqiqi həlli desə daha doğru olardı. Mütləq həlli yoxdur, yəni həqiqi həlli yoxdur. Onda biz deyirik ki, n çıxılsın 3, ya da belə deyə bilərik də, elə n kubu çıxılsın 27 fərqlidir 0 olmalıdır. Buradan alırıq n kubu fərqlidir 27 və n də fərqlidir 3. Sualı hazırlayanda böyük ehtimalla belə bir şəkildə həlli nəzərdə tutulur. Amma həqiqi həll edilsəydi daha yaxşı olardı ki, biz n fərqlidir 3 yazardıq. Çünki burada n kvadrat üstə gələk 3n üstə gələk 9-u həll eləsək, kompleks həlləri də ala bilərik. Beləliklə doğru cavab m -4-dən fərqli, n isə 3-ə bərabər olan haldır.
İndi isə 3-dən deməli n mənfi 4-ə bərabər olan, n isə 3-dən fərqli olan halda. Bağışlayın, deyəsən səhv etdim. 9-cu suala baxaq. Deyir ki, A parametrinin hansı qiymətində bu tənliyinin kökləri, modulları bərabər, lakin əks işarəli ədədlərdir. Onda yazırıq. X kvadratı çıxaq, A kvadratı çıx 4 vur, X üstə gələk, A kvadratı üstə gələk 3A bərabərdir 0. İndi biz deyirik ki, əgər tənlimin köklərinin modulları bərabər, lakin əks işarəlidir, bu deməkdir ki, tənliyin kökləri cəmi 0-a bərabərdir. Yəni, tənliyin kökləri cəmi bizdə A kvadratı çıxaq 4-dür, o da bərabərdir 0-dır. Beləliklə, A-nın birinci qiyməti üçün 2 və A-nın ikinci qiyməti üçün mənfi 2 almış olaraq. İndi, x1 vuraq x2 isə deməli qarşılıqlı əks ədədlərin hasili olmalıdır. Yəni biz 2 qoysaq, bizdə nəyə bərabərdir kökləri hasili? A kvadrat üstə gələk 3a-ya. Mən onda x1 vuraq x2-də A-nın yerinə, məsələn, A kvadrat üstə gələk 3a ifadəsində A-nın yerinə 2 qoysam, 2-nin kvadratı üstə gələk 3 vurulsun 2, o da eləyər 10. Biz də bilirik ki, əgər tənliyin kökləri əks işarəlidirsə, kökləri hasil hökmən sıfırdan kiçik eləməlidir. Amma burada alırıq ki, müsbətdir. Deməli 2 ola bilməz. Onda biz ikinci kökü götürməliyik. Yəni mənfi 2 qiymətini. Bir baxaq görək həqiqətən də elədirmi? x1 vuraq x2 bərabər. Deməli A-nın yerinə mənfi 2 qoyuram. Mənfi 2-nin kvadratı üstə gələk 3 vurulsun mənfi 2. Buradan da biz alırıq mənfi 2. Baxırıq mı? Həqiqətən də x1 vuraq x2 mənfi 2-yə bərabərdir. Deməli, ancaq A-nın mənfi 2 qiyməti olarsa, verilmiş bu şərt ödənmiş olar. İndi 10-cu suala baxaq. 10-cu sualda deyilir ki, verilmiş bu tənliyin, yəni P çıxılsın 3 vurulsun x kvadratı, çıxaq 2 vurulsun P çıxaq 1 vuraq x, üstə gələk P bərabərdir 0 tənliyinin 1 və ya 2 bərabər kökü varsa. Birinci baxaq bu hissəyə. Bir kökü varsa, bunu 2 yerə bölək də. Bir kökün olmağı nə deməkdir? Baxıram ki, məndə verilmiş tənlik kvadrat tənlikdir. Fikirləşirik ki, kvadrat tənliyin bir kökü nə vaxt ola bilər? Biz baxırıq ki, elə bir şey yoxdur. Əslində qalsa, bir-birinə bərabər olan 2 kökü var. Amma bu, onu ikinci bir şərt kimi verir. Deməli, onda bu tənliyin mən bir kökünün olmağını istəyirəmsə, hökmən x kvadratı həddi yoxa çıxmalıdır ki, yerdə xətti tənlik qalsın və xətti tənliyin də bir kökü olsun. Beləliklə, ilk şərt, yəni bir kökünün olması üçün P-nin 3-ə bərabər olmağıdır. Bu artıq birini tapdıq. Bu birinci olan şərtdir. Amma əgər deyir 2 bərabər kökü varsa, deməli onda diskriminant 0-a bərabər olmalıdır. Yəni, mənfi 2 vurulsun P çıxaq 1-in kvadratı çıxaq 4 vurulsun A, yəni P çıxılsın 3 vurulsun C, yəni P bərabər 0 olmalıdır. Beləliklə, 4 vurulsun P çıxaq 1-in kvadratı çıxaq 4 vurulsun P kvadratı P-ni mötərəcənin daxilinə vururam, çıxaq 3P bərabərdir 0. Hər tərəfdən 4-ü ata bilərəm, ya da 4-ə bölə bilərəm. Bu şəkildə başa düşmək lazımdır. P kvadratı çıxaq 2P üstə gələk 1, çıxılsın P kvadratı üstə gələk 3P bərabərdir 0 cavabını alarıq. P kvadratına mənfi P kvadratı islah olsa, beləliklə P üstə gələk 1 bərabərdir 0 və P üçün biz mənfi 1 cavabını almış olarıq. Bizdən tələb olunan P parametrinin ala biləcəyi qiymətlərin cəmini tapmaq tələb olunur. Beləliklə, 3 üstə mənfi 1 gəldikdə mənfi 2, deməli, müsbət 2 cavabını almış olarıq. 3 üstə mənfi 1 gəldi, bəli, müsbət 2 almış olarıq. 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, A parametrinin hansı qiymətində 6 vuraq x üzəri A kvadratı çıxaq 3 bölünsün 3, çıxılsın 5x, çıxılsın 2a bərabərdir 0 kvadrat tənliyinin, baxın, burada vurğulanmalı məqam budur. Kvadrat tənliyinin həqiqi kökü yoxdur. Deməli, birinci kvadrat tənliyi nədir onu bilək. Əgər verilmiş tənliyimizdə x dəyişəninin, indi əgər x şəklində, buradan x də verilibdir, x dəyişəninin qüvvəti 2-yə bərabər olarsa, belə tənlik kvadrat tənlikdir. Onda belə çıxır ki, a kvadratı çıxaq 3 bölünsün 3 bərabərdir. Nə olmalıdır? 2 olmalıdır. Buradan x kvadratı çıxaq 3-ə biz 6 alırıq və x kvadratı bərabərdir. Bağışlayın, x kvadratı yazdım. A kvadratı çıxaq 3 bərabərdir 6-dır və a kvadratına biz 9 alarıq. Beləliklə a ya müsbət 3-dür, ya da mənfi 3-dür. İndi mən ikinci bir hala baxıram. Həqiqi kökü yoxdur. Həqiqi kökü nə zaman olmurdu? Həqiqi kökü
Diskriminant sıfırdan kiçik olduğu halda olmurdu. Birinci gəlin tənliyimizi onda yazaq. Deməli, tənliyimiz əslində qalsa 6x kvadratı çıxaq, 5x çıxaq, 2a bərabər 0 tənliyi şəklindədir. Diskriminantı hesablasaq 25 çıxaq, 4 vurulsun 6, yəni a, vurulsun c, kiçikdir nə olmalıdır? Sıfırdan. Beləliklə 25 üstə gələk 48 a kiçikdir 0 və də a da kiçikdir mənfi 48-də 25 alarıq. Deməli, müsbət 3 qiyməti mənfi 45-də 28-dən kiçik olmadığına görə biz a-nın mənfi 3 qiymətini götürməliyik. 12-ci sualı gəlin baxaq. 12-ci sual sadə bir sualdır əslində qalsa. Fizika məsələlərində biz bunu çox edirik. Bir minik maşını 540 km yolu 90 km sürətlə, qalan yol 260 km yolu isə 130 km/saat sürətlə getdi. Bu maşının bütün yolda orta sürətini tapın. Baxın, birinci deyək ki, 540 km yolu 90 km sürətlə neçə saata gedibdir? Onda T1 bərabərdir 540 km bölürük 90 km bölünsün saata. Beləliklə nə qədər alırıq? 6 saat. Sonra ikinci hissədə T2 bərabərdir 260 km yolu da 130 km bölünsün saatla neçə saata gedər? 2 saata getmiş olar. Deməli, orta sürəti tapanda ümumi gedilən yolu L ümumini bölürük T ümumiyə. İndi ümumi gedilən yol nə qədərdir? 540 ilə deməli 260-ın cəmidir. Düzdür? Kilometr. Bölünsün. T ümumi də deyəndə zamanların cəmi. Yəni 6 saatla, gəlin bunu da bu şəkildə yazaq. 6 üstə gələk 2 mötərizə saat. Beləliklə 540 ilə 260-ı toplayanda 800 kilometr, bu da 8 saat eləyir. Cavabda da alırıq 100 kilometr bölünsün saat. Yəni biz bununla tənlik qurmağa ehtiyac yoxdur. İndi 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, verilmiş bu tənliyin kökləri cəmini tapın. Gəlin tənliyi yazmadan birbaşa yazaq. Birbaşa həll edək də, yəni hissə-hissə. Biz bilirik ki, 2 dənə hasil, burada hasildə 2 vuruq var və hasil 0-a bərabər. Deməli, deyirik ki, onda vuruqlardan ən azı biri 0-a bərabər olmalıdır. Yəni, biz hər bir mötərizəni ayrı-ayrılıqda 0-a bərabər götürməliyik. Deməli, x-dür, mənfi 1/5-i x-dür 3/5-ə vuranda olur x-in kvadratı çıx 4 bərabərdir 0. Buradan x1 bərabərdir 2 və x2 bərabərdir mənfi 2 alırıq. Və baxın, biz bilirik ki, biz belə kəsr üstü qüvvətlər keçəndə, ümumiyyətlə belə bir qüvvət şəklində olan ifadə keçəndə əsası mənfi yox, müsbət olanlara baxırıq. Yəni, mənfi əsaslı bu belə kəsr üstü qüvvətlərin mənası yoxdur. Ona görə bu mənfi 2 qiymətli ola bilməz. Bunu artıq bu şərt kimi götürürük. Digər tərəfdən x çıxaq 2-nin modulu çıxaq 3 bərabərdir 0. Buradan x çıxaq 2-nin modulu bərabərdir 3. Buradan x çıxaq 2 bərabərdir 3 və yaxud x çıxaq 2 bərabərdir mənfi 3 cavabını almış olarıq. Beləliklə x1-ə 5, x2-yə isə mənfi 1 cavabını tapırıq. Yenə də mənfi 1 ola bilməz. Çünki bu mənfi 1-i yenə bu qüvvətli, kəsr üstü qüvvəti olan deməli ifadələrdə yerinə qoysaq mənasız olar. Beləliklə tənliyimizin 2 kökü oldu. Biri 2, digəri isə 5 və tənliyin köklərinin cəmi 7-yə bərabər olar. Sonra 14-cü suala baxaq. 14-cü sual bax, belə bir sual, buna bənzər bir sual bu yaxınlarda Hədəf nəşriyyatının 11-ci siniflərin buraxılış üçün saldığı suala bənzəyir. Deyir ki, sinus alfa və kosinus alfa həqiqi ədədləri bu tənliyin kökləri olarsa, dərhal deyirik x1 bərabərdir sinus alfa. Biz tənliyin kökləri sözünü eşidən kimi dərhal x1 və x2 ilə işarə eləməliyik və bu bizə artıq Viet teoreminin tətbiq olunacağını xəbər verir. Olunacağının siqnalını verir, belə deyək. Onda tənliyin kökləri cəmi x1 üstəgəli x2 tənlikdə nəyə bərabər olmalıdır? Müsbət açılsın 3-ə. Yəni, sinus alfa üstəgələk kosinus alfa bərabərdir açıq 3-ə. Bu bizim birinci ifadəmiz. Və kökləri hasili haqqında, yəni x1 vuraq x2 haqqında nə demək olar? O da 5 çıxaq a bölünsün 2-yə bərabərdir. Yəni, sinus alfa vur kosinus alfa bərabərdir 5 çıxaq a, bağışlayın bu a-dır, bölə 2. Buradan da çarpa şəkildə vursaq 2 sinus alfa kosinus alfa bərabərdir 5 çıxaq a ifadəsini almış olduq. Sonra biz a-nın parametrin həqiqi qiymətlərinin hasilini tapmaq istəyirik. Bunun üçün nə edirik? Birinci ifadəni, bu kvadrata aldığımız ifadəni, işarələdiyimiz ifadənin hər iki tərəfini kvadrata yüksəldək. Beləliklə, onda nə olur?
Birincinin kvadratı sinüs kvadratı alfa üstə gələk 2 vurulsun sinüs alfa kosinüs alfa üstə gələk kosinüs kvadratı alfa bərabərdir sağ tərəfin kvadratı. Yəni açıq üçün kvadratı. İndi baxaq. Trigonometrik eyniliklərdən biridir ki, sinüs kvadratı alfa ilə kosinüs kvadratı alfanın cəmi 1-dir. 2 sinüs alfa kosinüs alfanın əvəzinə biz yazırıq. Üstə gəl 5 çıxaq a bərabərdir. Bərabərin sağ tərəfindədir. A kvadratı çıxaq 6a üstə gəl 9. Beləliklə a kvadratı çıxaq 5a üstə gələk 3 bərabərdir 0 tənliyini almış olarıq. Beləliklə a parametrinin həqiqi qiymətlərinin hasili Viet teoreminin tətbiqindən -3 olaraq tapılır. Doğru cavab -3. Sonra bağışlayın, müsbət 3. -3 nə idi? Müsbət 3. Sonra 15-ci suala baxaq. Bəzən belə texnik səhvlər olur, üzr hesab edin, bir anlıq fikrim yayınır. Deməli, x kubu çıxılsın kx çıxaq 21 bölünsün x çıxılsın 3 bərabərdir 0. Bu deyir ki, tənliyin 2 kökü var. Biz bilirik ki, deməli, verilmiş tənlikdə x dəyişəninin qüvvəti o tənliyin köklərinin sayını müəyyən edir. Baxırıq ki, burada x kubu var tənlikdə, amma deyir tənliyin 2 kökü var. Bu deməkdir ki, məxrəcdəki ilə məxrəcdə x3 ola bilməz. Deməli, sürətdə də vuruqlara ayrılışda bir x çıx 3 olub ki, biz onu kənar kök kimi nəzərə almamışıq. Onda deyirik ki, biz deyək ki, kəsirin sürətindəki ifadə x kubu çıxılsın kx çıxar 21 bərabər dəstində qalsa 0-a bərabərdir. Nə vaxt x-in 3 verəndə belə. Amma indi kəsir şəklində olduğuna görə görürsünüz, biz onu artıq kəsirin sürətindəki ifadədə x-in yerinə 3 qoya bilmərik. Amma biz deyirik ki, tutaq ki, sürətin özü artıq x çıxılsın 3 şəkili vurulsun, yerdə qalan nəsə bir ifadə şəklində vuruqlara ayrıla bilər. Ona görə biz k-nı oradan dərhal tapa bilərik. X-in yerinə nə verməklə 3. 3-ün kubu çıxılsın, 3 vurulsun x çıxaq 21, bağışlayın, 3 vurulsun k çıxaq 21 bərabərdir 0 almış olarıq. Beləliklə, -3k üstə gələk 6 bərabərdir 0 və biz k-ya 2 alırıq. Deməli, əslində qalsa, mənim ifadəm hansı formadaymış? Gəlin yazaq. X kubu çıxılsın, deməli, bu kəsirli ifadəni yazıram da, tənliyi yazıram. Çıxılsın 2x, çıxılsın 21, bölünsün x çıxaq 3 bərabərdir 0. İndi nə edirəm? Yazıram x kubu çıxaq 27, baxın bu şəkildə -21 əvəzinə -27 yazıram. Çıxaq 2x, üstə gəl nə olmalıdır indi? 6. Bölək x çıxaq 3 bərabərdir 0. Sonra nə edirəm? Sonra deyirəm, gəlin vuruqlara ayıraq. X kubu çıxaq 27-ni ayırıram vuruqlara. X çıxaq 3, x kvadratı üstə gələ 3x, üstə gəl 9 və yerdə qalan 2 əddən də -2-ni ortaq vuruq çıxardıram. Olur x çıxaq 3 bölünsün x çıxaq 3 bərabərdir 0. Və buradan biz x çıxaq 3-ü ortaq vuruq çıxartsaq, kəsirin sürətində yerdə qalır x kvadratı, üstə gəl 3x, üstə gəl 9 çıx 2 böl x çıx 3 bərabərdir 0. İndi baxın, x-in yerinə biz 3-ə bayaq dediyim söhbətə gəldi. X-in yerinə biz 3 verə bilmərik. Ona görə artıq x-i biz 3-dən fərqli götürürük ki, yəni mənasız bir şey alınmasın. Deməli, onda bu tənliyin 0-a bərabər olması üçün ikinci mötərəzə, kəsirin sürətindəki ikinci mötərəzə eyniliklə 0-a bərabər olmalıdır. Yəni, x kvadratı üstə gələk 3x üstə gələk 7 bərabərdir 0 olur. Və beləliklə deyir ki, tənliyin 2 kökü var, artıq bildik. Və bizdən x1 üstə gələk, x2 üstə gələk k-nı tapmaq tələb olunur. x1 üstə gələk x2 Viet teoreminə əsasən -3-ə bərabərdir. K-ya da biz nə aldıq? K-ya da biz başlayın görün, burada harca səhv eləmədik ki. Deməli, x1 üstə gələk x2-yə biz -3 aldıq. Başlayın, mən burada çaşdım. Deməli, -3 üstə gələk k-nın qiyməti də 2-dir. Beləliklə doğru cavab olar -1. Bəzən diqqətsizlik belə ləngimələrə səbəb olur. Sonra 16-cı suala baxaq. 16-cı sualda deyilir ki, verilmiş bu kvadrat tənliyinin dərhal yazırıq. 2 vuraq x üzəri 5a çıxaq b bölək 2 çıxılsın 7x çıxılsın 2b bərabərdir 0. Kvadrat tənlik deyirsə, yenə x-in qüvvəti 2-yə bərabər olmalıdır. Yəni 5a çıxılsın b bölünsün 2 bərabərdir 2-dir. Buradan 5a çıxaq b bərabərdir 4 alınır. Bu birinci ifadə. İndi nə yazırıq? Kvadrat tənliyi olduğuna görə ürəklə yazırıq ki, 2x kvadratı çıxaq 7x çıxaq 2b bərabərdir 0. Və deyir, tənliyin bir kökü -2 olarsa, yəni x-in yerinə siz -2 qoyduqda bu ifadə 0-a bərabər olmalıdır. Onda yazırıq 2 vuraq -2-nin kvadratı çıxaq 7 vuraq -2
Çıxaq 2b bərabərdir 0. Beləliklə, mənfi 2-nin kvadratı 4, 2-yə vurduqda 8, mənfi 7-ni mənfi 2-yə vurduqda müsbət 14, çıxaq 2b bərabərdir 0. Və b-yə biz neçə alırıq? 11. Onda 5a çıxaq 11 bərabərdir 4 və biz buradan a üçün alarıq, deməli 15, a-ya da alırıq 3. Bizdən a üstə gələk b cəmini tapmaq tələb olunur. 3 üstə gələk 4 bizə, bağışlayın 3 üstə gələk 11, b-yə 11 almışıq axı, bərabərdir 14 olar. 17-ci suala baxaq. 17-ci sualda deyilir ki, verilmiş bu tənliyin kökləri cəmini tapın. Yazırıq 3x üstü 4 bölək x üstə gələk 7x kubu bölək x çıxaq 18x bərabərdir 0. Tənliyin kökləri hasilini tapmaq istəyirsə birinci şərt qoyuruq. X fərqlidir 0 olmalı. Çünki məxrəcə x 0 qoyamazsınız. Və onda x 0-dan fərqli olduğuna görə biz ixtisar apara bilərik. 3x üstü 4x-ə böldükdə 3x-in kubu üstə gələk 7x kubunu x-ə böləndə 7x kvadratı çıxaq 18x bərabərdir 0. Buradan x-i ortaq vuruq çıxardıqda 3x kvadratı üstə gələk 7x çıxaq 18 bərabərdir 0 alınır. Beləliklə x1 bərabərdir 0-dır, amma o tənliyimizin kökü ola bilməz. Çünki şərtə əsasən x 0-dan fərqlidir. Deməli, mötərizənin içindəki ifadə, yəni 3x kvadratı üstə gəl 7x çıxılsın 18 bərabərdir 0. Bu belə olmalıdır. Hər tərəfi 3-ə bölürük. X kvadratı üstə gələk 2 tam 3-də 1 x üstə gəl çıxılsın 6 bərabərdir 0 tənliyini alır. Tənliyin kökləri hasil dedikdə artıq Viet teoreminə əsasən tənliyin kökləri hasilinin mənfi 6-ya bərabər olduğunu asanlıqla görmək olur. İndi isə 18-in suala baxaq. 18-in sualı olduqca maraqlıdır. Deyir ki, x üstə gələk 3-ün üzəri 4, çıxılsın 8 vurulsun, kök altında x üstə gələk 3 üzəri 4, üstə gələk 15 bərabərdir 0. Biz deyirik ki, deməli, bax bu ifadənin, kök altı ifadənin mənası olmaz üçün x üstə gələk 3 böyük bərabərdir 0 olmalıdır. Beləliklə, biz bu şərt daxilində kökünə qüvvəti ixtisar aparsaq, burada qalar kvadrat. Yəni, x üstə gələk 3 üzəri 4, çıxılsın 8 vuraq, x üstə gələk 3 üzəri 2, üstə gələk 15 bərabərdir 0. İndi biz x üstə gələk 3-ün kvadratına bir t deyək. Belə bir əvəzləmə aparaq. Onda t kvadratı çıxaq 8, t üstə gələk 15 bərabərdir 0 alırıq. Beləliklə t çıxılsın 3 vurulsun, t çıxılsın 5 bərabər 0 şəklində biz tənliyimizi həll eləyək. Beləliklə t1 bərabərdir 3 və t2 bərabərdir 5 almış olarıq. İndi nə edirik? T bizdə nədir? X kvadratı üstə gələk 3-dür. İndi x üstə gələk, x bağışlayın, x üstə gələk 3-ün kvadratı bərabərdir 3 və x üstə gələk 3-ün kvadratı bərabərdir 5. Buradan tənliyin köklərini tapsaq, x1 bərabərdir. Deməli, mənfi 3 üstə gələk kök altda 3 olar. Digəri isə x2 bərabərdir. Mənfi 3 çıxılsın kök altda 3 olar. Burada 3-cü kök, yəni 4 dənə sıra ilə kökü yazsam, mənfi 3 üstə gələk kök altda 5 olar və x4 bərabərdir mənfi 3 çıxılsın kök altda 5 olar. İndi baxın, şərtə əsasən x üstə gələk 3 0-dan böyük olmalıdır. Buradan x böyük bərabərdir mənfi 3 alırıq. İndi baxın, 4-cü kök mənfi 3-dən böyük deyil, kiçikdir. Sonra ikinci kök mənfi 3-dən böyük deyil, kiçikdir. Burada isə deyir ki, tənliyin köklərinin fərqinin həqiqi kökləri fərqinin modulu hansı ardıcıl tam ədədlər arasında yerləşir? Yəni, bu x1 ilə x3 bir-birindən çıxıb modul almalıyıq. Mən birbaşa modul daxilində çıxaq. Mənfi 3 üstə gələk kök altda 3-dən çıxıram, mənfi 3 üstə gələk kök altda 5-i. Yəni, üstə gəlirəm 3-ü, çıxıram kök altda 5-i və onun biz modulunu tapırıq. Beləliklə, mənfi 3 və müsbət 3 bir-birini islah edir. Beləliklə, nə qalır? Kök altda 3 çıxılsın kök altda 5. Biz də bunu moduldan kök altda 5 çıxılsın kök altda 3 şəklində çıxara bilərik. Kök altda 5-dən təxminən çıxır neçə? Bizdə demək kök altda 5-dən təxminən 2,2 çıxır. Kök altda 3-dən də təxminən 1,7 çıxır. Və biz burada bu fərqi tapası olsaq, doğru cavab neçə alırıq? Təxminən 0,5 alırıq. Təxminən. Bu da deməkdir ki, bizim ədədimiz 0,1 parçasında, yəni 0 və 1 ədədlərinin arasında yerləşir. İndi 19-cu suala baxaq. 19-cu sual belə görünsə belə, nətər deyirlər, belə əcaib görünsə də, qorxuducu görünsə belə, olduqca sadə bir misaldır. Bu kvadrat köklər mövzusunda olan misalların bir neçəsinə deməli oxşuyur. Biz
Burada baxın, bu hissədə səhv veriblər. Yəni x kvadratı çıx 2x üstə gələk 5, sonra nöqtə qoymalıdır. Bunları qoymayıblar. Eləcə birbaşa yazıblar. Bərabər 4. Deməli bu ifadə 4-ə bərabərdirsə və bu kökün altındakı ifadə də sonsuza qədər davam edirsə, deməli onda yerdə qalan ifadə də 4-ə bərabərdir. Yadınıza düşdü? Bu məsələn, əgər bundan qabaqki bu kvadrat köklər, kəsirlər mövzusunda deməli bu tip misalların həllini izləyən şəxslər artıq niyə mən bunu bu şəkildə yazdığımı başa düşdülər. Çünki burada təkrarlana sonsuzluğa qədər gedir. Bu sonsuz ifadənin qiyməti 4-ə bərabərsə, deməli kökün altındakı sonsuz ifadənin qiyməti yenə 4-ə bərabər olmalıdır. Beləliklə x kvadratı çıxaq 2x üstə gələk 5 çıxılsın 4, bunun qiyməti 4-dür, bərabərdir 4 olar. Beləliklə x çıxaq kökün altına nə alırıq? X çıxaq 1-in kvadratını alırıq, bərabərdir 4 olur. Burada nə ola bilər? Burada 2 dənə qiymət ola bilər. Ya x çıxaq 1 müsbət 4 ola bilər, ya x çıxaq 1 mənfi 4 ola bilər. Beləliklə x1 bərabərdir 5 alarıq, x2 də bərabərdir mənfi 3 alarıq. Bizdən də tənliyin kökləri fərqinin modulunu tapmaq tələb olunur. Mən elə birbaşa böyükdən tənliyin böyük kökündən kiçik kökünü çıxaram və cavabı da müsbət 8 olaraq alaram. Yəni doğru cavab A bəndi olar. Və bu testin sonuncu sualına gəlib çıxdıq. Deməli, bizdən belə bir tənliyin köklərinin cəmini tapmaq tələb olunur. Yazırıq 5x kvadratı üstə gələk 6x üstə gələk 5 kök altında. Üstə gələk kök altında 5x kvadratı üstə gələk 6x çıxaq 2 bərabərdir 7. Bu bir kvadrat tənliklərdən sonra bir bölmə gəlir. Bir kvadrat tənliklər. Bir kvadrat tənliklərə bənzərdir. Bunu bu formada eləyə bilərik. Kökün altında baxın, hər ikisində 5x kvadratı üstə gələk 6x eynidir. Onda gəlin bunlara bir t deyək. Nə alarıq onda? Kökün altında t üstə gələk 5, üstə gələk kök altında t çıxılsın 2, bərabərdir 7. Biz nə edək? Hər iki tərəfini bu ifadənin kvadrata birbaşa yüksəldir. Onda alarıq t üstə gələk 5, yəni birincinin kvadratı, üstə gələk ikincinin kvadratı, t çıxaq 2. Üstə gələk 2 vurulsun, kökün altında t birinci vuraq ikinci, yəni birincinin ikinci hasili. Onu da birbaşa yazıram. T kvadratı üstə gələk 3t çıxaq 10. Bərabərdir neçə? 49. Buradan deməli nə alarıq? Alarıq ki 2 vurulsun kök altında t kvadratı üstə gələk 3t çıxaq 10 bərabərdir. Baxın 5-dən 2 çıxdıqda 3 qalır. 3'ü də sağa keçsək 47-dən 3 çıxarıq qalar 46. T'nin də üstə t gələrəm 2t, sağa da keçərəm mənfi 2t. Hər tərəfi də 2-yə bölsək, kökün altında t kvadratı üstə gələk 3t çıxaq 10 bərabərdir 23 çıxılsın t qalır. Və hər tərəfi gəlin kvadrata yüksəldək. Kvadrata yüksəltsək alarıq. T kvadratı üstə gələk 3t çıxaq 10 bərabərdir. 23'ün kvadratı 529 çıxaq 46t üstə gələk t'nin kvadratı. Baxın, buradan t kvadratlarını islah aparsaq, mənfi 46t'ni sola keçirdərik, mənfi 10 da sağa keçirdərik. Beləliklə 49t bərabərdir 539 qalar və t də bərabərdir bizə 11 verər. Deməli, t'nin qiyməti 11'dir. T bizdə nə idi? Gəlin ona baxaq. 5x kvadratı üstə gələk 6x. Yazırıq onda 5x kvadratı üstə gələk 6x bərabərdir 11. Buradan da 5x kvadratı üstə gələk 6x çıx 11 bərabərdir 0. Hər tərəfi də 5'ə bölsək, onda nə olar? X kvadratı üstə gələk 1 tam 10'da 2x çıxaq 2 tam 10'da 2 bərabərdir 0. Beləliklə, tənliyin kökləri cəmi üçün biz mənfi 1 tam 10'da 2 cavabını almış olarıq. Doğru cavab B bəndi olar. Beləliklə biz bir məhsullu tənliklər və məsələlər mövzusunun 7-ci testinin suallarının izahına baxdıq. Ümid edirəm ki, videoda özümdən asılı olmadan fikrim dağınıq olar, səhv nələrsə demiş olaram, səhvlərə yol vermiş olaram. Bu səhvlərə görə hər birinizdən əvvəlcədən üzr istəyirəm. Videonu bəyənməyi, paylaşmağı, kanala abunə olmağı yaddan çıxarmayın. Qoyun çox insanlar bundan faydalansınlar. Eyni zamanda videoda baş vermiş bu texniki qüsurlar həllərdə ola bilər ki, müsbət, mənfi və yaxud da ki, ifadə səhvi olsa, onu videonun şərh bölməsində qeyd edin ki, baxıb məsələn o səhvləri görə bilməyən ya da başa düşə bilməyən insanlara bir müəyyən dərəcədə köməyimiz dəymiş olsun. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.